Bu evdə ləhlülül eləyən ər-arvad bir müddətdən sonra başlarına gələcək problemlərdən xəbərsiz özləri üçün şellənirlər. Şellənməkləri çox çəkmir, kişini işdən qovurlar, arvad pul qazana bilmir, vəziyyətləri getdikcə pisləşir, ləhlülülü eləməyə belə halları qalmır. Məsələ burasıdır ki, ailə yeni evlərini tikəcəkdilər, buna görə də kredit götürmüşdülər. İndi ev yarımçıq qaldı, o an qalanları da yavaş-yavaş bankaya getməyə başladığı üçün tamamilə pulsuz qalırlar. Ailə çıxış yolu üçün son 5000 dollarını da götürüb gedirlər kazinoya. Kazinoda bu pulun da içinə sıçıb qoyurlar ora. Amma burada bir dayda ilə tanış olurlar ki, daydayda pul pox kimidir. Dayda ilə söhbət əsnasında risk adam oğlana bir dənə seksualni təklif eləyir. Deyir ki, arvadınla bir gecə keçirməyimə icazə ver, 1 milyon dollar sənindir. Kişi razı olmur, qayıdırlar evə. Evdə arvad başlayır ki, bəs evimiz yarımçıq qalıb, kreditimiz adımız var. Bir gecə ilə heç nə olan deyil. Sən kişiyin icazə ver, razılaşaq. Qardaş da ailəsini belə pulsuz, parasız boymağına və zorlandığına sığışdıra bilmir, təkliflə razılaşır. Səhərsi gün vəkil dostuna zəng eləyir ki, bəs Dilarə üçün 1 milyon təklif ediblər, nə deyirsən? Dostu da deyir ki, ozən dəlisən, nəsən, başın parafdır. Dilarə ən azı 2 milyona gedərdi. Yəni ki, biraz qiymət öldürüblər. Nəysə elə həmin gün dostu gəlir dayda ilə müqaviləni bağlayır, 1 milyona razılaşırlar. Və 5 dostunla düşür aşağı, Dilarə ilə dayday qalır otaqda. Aşağıda dostu adamı rəhbərə verir ki, indi olan şeydir, kişinin başına iş gələr, zad. Birdən qabaş qeyrətə gəlir, qaçır yuxarı ki, öldürəcəm onları. Oymayın, İrasim gəlir, görür ki, bunlar otaqda deyil, çıxıb gediblər. Dayday dövəşin arbanını helikopterinə mindirib harasa aparır. Qabeş də gəlib çata bilmir bunlara. Axşam qadın daydayla laqqa çıxqa alış-verişini tamamlayır, qayıdır təzən ərinin yanına. Amma bundan sonrası İrasim üçün heç də ürək açan deyil. Arvadının başqa kişinin otağında orasını burasını açmalına kişi beyninə salır, düşür depressiyaya. Bu məsələni özünə bağışlaya bilmir. Və arvadına o gecə ilə bağlı tez-tez sorğu suallatdı. Qadın cavab vermir, adam biraz dayanma deyir. Axırda Dilara qayıdır, deyir ki, zor idi, dayday deyir, elə bil suvayıra da. İrasim də başlayır özünü ora bura vurmağa. Vah! Kişi əsəbləşib. İndi təbii ki, Dilara da özünü belə bir günaha soxduğu üçün peşmançılıq hissi yaşayacağını düşünürsünüzsə, çox səhv edirsiniz. Dilara İrasimdən ayrılır, başlayır dayda ilə təzə münasibətə. Və qaş qəhrindən az qalır özünü öldürsün, Dilara məmməyiş qozuna da deyir. İrasimi it yerinə qoyan yoxdur. Gəl zaman, geç zaman arvad dayda ilə işi bişirir, Dilara olur daydayın arvada. Filmin bundan sonrasında mataq bir şey yoxdur, amma axırda bir maraqlı nüans var ki, Dilara təzədən İrasimin yanına qayıdır, İrasimlə barışırlar. Yəni ki, bu arvad ürəyi istədiyi ilə oturar, durar, evlənər, boşanar, pula satılar, yenə də həmişə hər kəsin Dilarə üçün qapısı açıqdır. İrasim qadını sevirdi, etdiyi hərəkət namərd hərəkət idi, amma onun olduğu qədər Dilarə də günahkardı. Həm də ki, bu təkliflə razılaşmağa İrasimi Dilarə təkidlə razı salmışdı. Amma filmin başından sonuna İrasimə qarşı çox güclü antisimpatiya hiss edirsən. Böyük bir yanlış yaşandı. İrasim sonuna qədər bunun peşmançılığını çəkdi. Qadın isə o səhvlə həyatına davam elədi. Yəni ki, daydan yanına getdi. İrasim isə kinonun bir yerində it kimi yanından qovurdu. Demək ki, bu arvadın bu qədər müddət ərzində həqiqətən də heç nə bozla deyilmiş. İrasim əziyyət çəkərkən Dilarə kukisinə xurma yedizdirirdi. Sadəcə ən sonunda ani olaraq qərarını dəyişdi, təzədən qövəşin yanına qayıtdı. Qayıdan kimi də barışdılar. Hardadır burada ədalət? Hardadır bu insanlıq? İrasimin itirdiyi ayları kim qaytaracaq? Yaxşı bəs Mira'nın şəxsiyyət vəsiqəsini kim qaytaracaq? Nəysə dostlar, özünüzə yaxşı baxın. Sağ olun.